Parlamentlərarası İttifaqın 151-ci Assambleyası işinə başlayıb tədbir İsveçrənin Cenevrə şəhərində keçirilir. Milli Məclisin sədri Sahibə Qafarova Assambleyada iştirak edir. Biz indi Cenevrəyə bağlanırıq. Xüsusi müxbirimiz Günay Məmmədova Assambleyanın işi barədə bizə ətraflı məlumatları çatdırır. Günay, hər vaxtınız xeyir. Bugün hansı müzakirələr aparılır? Məlumatlar sizdə. Buyurun. Bəli, dünya üzrə davam edən münaqişələr və 310 milyon insanın humanitar yardıma ehtiyacı olduğu fonunda yüzlərlə qanunverici BMT-nin Cenevrə bölməsində bir araya gəlib. Milli Məclis sədri Sahibə Qafarova bugün Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında keçirilən böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətlərin dəstəklənməsi mövzusunda müzakirələrdə çıxış elədi. Qeyd edeyim ki, Milli Məclisin sədri bugün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini bildirdi. Bunun özü ilə yeni humanitar çağırışlar, zorakılıq, köçkünlük və aclıq gətirdiyini dedi. Qeyd edeyim ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq edib və Sahibə Qafarova çıxışında bildirdi ki, bu vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir. Sahibə Qafarova aktual məsələlərdən biri kimi insanların həyatını təhdid etməyə və yenidən qurma işlərini gecikdirməyə davam edən ərazilərimizin minalarla çirklənməsi məsələsinə də toxundu. Bundan başqa Milli Məclisin sədri dedi ki, deməli, vaxtı ilə humanitar yardım alan Azərbaycan bugün donor ölkə kimi çıxış eləyir. BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. Məsələn, COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib və son 5 ildə 140 dövlətə 350 milyon Amerika dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırıb. Qeyd edeyim ki, Assambleyada müzakirələr hazırda davam edir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirəm sizə Günay məlumatlarınız üçün. Xüsusi müxbirimiz Günay Məmmədova İsveçrədə, Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyasının işi haqda bizə məlumatları